Salamlar və sayğılar, əziz tamaşaçılar, hər vaxtınız xeyir olsun. Bu canlı yayın vasitəsilə bizi izləyən tamaşaçılarımıza və dinləyicilərimizə sayğılarımızı sunuruq. Ümidimiz var ki, bu canlı yayında eləyə bilək sizin üçün Güney Azərbaycan haqqında, çeşidli konular haqqında faydalı bilgilər sunaq. Bildiyiniz kimi bu canlı yayın daha öncədən elan olunmuş kimi Instagram, Facebook, YouTube vasitəsilə yayılır. Bizim canlı yayınlar proqramımızda amacımız komple olaraq sosial mediadır və sosial media təqib edən izləyicilərdir. Sosial medianın haqqında gərəkən bugünkü yerdə, bugünkü durumda sosial medianın əhəmiyyəti və önəmi bir çoğunuz bilirsiniz əhəmiyyəti və yerini nədir. Biz də çalışacaq ki, bu olan ortamdan, şəraitdən, təbiətən millətimiz üçün və vətənimizin bir para konularını, mövzularını burada, bu canlı yayınlarda uzmanlarla, qarşınızlarla və bu konuda mütəxəssislərlə danışarıq. Bu canlı yayınlarda hədəfimiz sizinlə birbaşa bağlantı qurmaq və Güney Azərbaycan gündəm məsələlərinin ya müxtəlif konularını danışmaqdır. Təbiətən bu konuda bizim çalışacaq ki, müxtəlif qarşınızlarla, uzmanlarla irtibatımız və ilişkimiz olsun. Və bizə bağlantı quran hər hansı bir mütəxəssis, hər hansı bir konu üzərində söz sahibi olan bizim gördüyümüz numaralarla, telefon nömrələrindən bizə ulaşa bilər. Bugünkü sizə seçdiyimiz konu iqtisad məsələsidir. Güney Azərbaycanın iqtisadi potansiyelləri, iqtisadi başlıqları bu haqda sizinlə söhbətləşəcək. Və bugünkü uzmanımız Sabir bəy Zəmanidir. Sabir bəy Zəmani iqtisad üzrə ali təhsilli Güney Azərbaycanlı bir gəncdir. Çalışacaq ki, Sabir bəy Zəmaninin sizin olan sorularınızı ona mətrəh edək. Buyurun Sabir bəy. Salam ərz edirəm sizin xidmətinizə və bütün dəyərli izləyicilərimizin xidmətlərinə. Xidmətinizdə var. Çox sağ olun. Sabir bəy, bizə gələn sorularda və bir çox sorulardan ki, mətrəh olunur, budur ki, bugünkü Güney Azərbaycan iqtisadi potansiyelləri nədən ibarətdir? Həm birinci sual olaraq, həm də sizin söhbətə girişinizə bu haqda başlarsınız. Sağ ol, buyurun. Biz potansiyeli iqtisadidən danışanda əldə olan imkanatlarımızdan danışırıq ki, əldə olan imkanatlarımız nələrdir və nə cür bunlardan istifadə edə bilirik? Baxın, şayad deyə biləm, eskidən, qabaqdan elm iqtisad gücü idi ki, o əldə olan imkanatları, olsun mədən, olsun asarı tarixi ya təbii əsərlərdən istifadə edirlər. Onun adını qoydular potansiyeli iqtisadı. Amma ələn potansiyeli iqtisadının tərifi biraz değişibdir. Potansiyeli iqtisadı fəqət o əldə olan imkanatlarımız deyil, mədən kimi imkanatlar fəqət potansiyel sayılmır. İndi gəlirlər bütün o təsəyə tapmış ölkələrdə potansiyel iqtisadını yaradırlar. Yəni əlavə bər bu ki, o əldə olan potansiyel mədənlərdən ayrı bir potansiyellərdən istifadə edirlər.
yeni və təzə potansiyel də yaradırlar və onu istifadə edirlər. Biz misal vura bilirik, məsələn, Luxemburq kimi bir ölkə alan bankdarı sənətində Amerika ilə rəqabət edir. Ya Singapur çoxlu sərmayə quzarlıqlar elədi elektronik bəhsində və indi dünyada söz sahibidir. Bu potansiyeli özünə yaratmış. Dərvaqa iqtisaddan biz söhbət eləyəndə potansiyeldən söhbət edirik. Deyirik, bu potansiyelləri nə cür istifadə eləyək ki, maksimum rifahı biz cəmiyyəmizə verə bilək. Bu bəhsi potansiyeldəndir. Amma Azərbaycanımızda potansiyellərimiz nələr? Bakın, bilirsiniz ki, bizim Azərbaycanda əz-ləhaz mədəni çarrah metallurji dünya adlanır. Niyə ki, İranın içərisində təqribən 67 növ maddi mədəni vardır ki, 52 növ Azərbaycanda var mədənləri. Çox çeşitli mədənlər, çox zəngin mədənlər, mesis süngünündən tutmuş, muğanın nəftindən, qazından tutmuş. Ənva və əqsami mədənlər bizdə var. Ki, bu bahis olur ki, biz əz-ləhaz tövsiyə sənəti də dərvaqa qabağa gedə bilək. Bilirsiniz ki, dünyada neçə fazi tövsiyə qabağa gedib. Fazهای توسعه صنعتی qabağa gedib, fazهای توسعه insanı qabağa gedib, توسعه sərmayə ictimai qabağa gedib, iqtisadi danışbunyan qabağa gedib. Biz hələ İranda fazi sənətiyə gedənməmişik, yəni fazi sənətini qutulmamışıq. Amma Azərbaycanın bu mədəni imkanatı, bu mədəni potansiyelləri bu imkanı bizə verir ki, biz sənətdə də qabağa gedək və tövsiyə sənətiyə birinci mərhələyə yanı qutulaq. Çünki həmişə mədənlə sənət bir-birinin mükəmməlidir. Sənətin dərvaqa məvad əvvəliyyəsi hardan gəlir? Mədəndən gəlir. Bilirsiniz, Azərbaycan bir tarixi ölkədir. O ləhazdan bizim əz-ləhaz turizmdə çox zəngin dərvaqa ölkələrdən biri yox. Azərbaycanın turizmindən danışanda bilirsiniz, turizm deyəndə bir mühüm bir sənətdir dünyada. Dünyanın GDP-sinin %10'u sənəti turizmidir. Biz baxanda görürük ənva əqsami turizmlərə, turizmi elmi, turizmi gərdişləri, turizmi dərmani, bütün bu turizm bölümündə, hər şaxəsində siz saysanız, Güney Azərbaycanın çox yüksək səviyyədə potansiyelləri var ki, təəssüfənə istifadə olunmur. Doğrudur. Çox sağ olun. Sözlərinizdə mən belə anladım ki, təbiətən sənət, mədən, turizm və bunlara işarə elədiniz. Bugünkü mədən konusunda sizdən sualım bu olacaq. Bugün Güney Azərbaycanın hər hansı bir caddəsində, hər hansı bir kəndinə, hər hansı bir şəhərinə gedəndə təbiətən gözə çarpan məsələ bundan ibarətdir ki, mədənlər, hər zaman yeni mədənlər kəşf olunur və bunlar sürətlə boşaldılır ya indi oradan çıxardılır və başqa yerlərə də daşıyırlar bu mədən maddələrini. Güney Azərbaycanın bugünkü durumunda mədən, sənət hansı nöqtədədir və ya bunları burada istixrac eləmək bunun tövsiyəsi mi ibarətdir? Ya bu tövsiyə sənət mədəndən mi ibarət gəlir? Baxın, mədən özü təkcə bizim işimizə heç gəlməz. Tək istəsək fəqət mədənə baxaq ki, bizim mədənimiz var. Bu işə gəlməz. O zaman işə gələr mədən ki, sənətlə bir araya gələr, ya hətta bu mədənləri o bölgədə, o məntəqədə istifadə olunur. Siz baxsanız, indi bizim ərz elədim, çox zəngin mədənlərimiz var ki, hətta icazəmiz yoxdur ki, onun bancı hesabı Azərbaycanda ola. Yəni bizim tamam mədən, tamam deməyəlim, bir çoxu, əksəri o mədənlər ki, Azərbaycanda vardır. Bancı hesabları gedir, məsələn, Tehran, İsfahan, Yəzd bu cür ustanlardadır. Baxsanız, bəli ki, tövsiyə tapa sənət, mədən, gəlirlər bir seri sənaye madər təşkil verirlər, bir seri zirbəna təşkil verirlər.
Biz əvvəl baxmalıyıq ki, bu zirbəni harda icad olunub. Sonra bu noxtaya gələcəyik ki, aya bu bizim Azərbaycandakı mədənlərimiz bizim işimizə gəlir ya başqalarına çörək olur. Siz baxsanız, ələn İsfahan kimi, Yazdı kimi, Simnan kimi şəhərlərdə baxsanız, tamam o sənaye madəri orada təmərküz veriblər. Sənaye madər nə mənədir? Toğsəyə üçün bir pillədir. Yəni bu sənaye madər təşkil tapmasa bir məmləkətdə, bir məntəqədə imkansızdır ki, o məntəqənin, o məmləkətin sənəti toğsəyə tapmaz. Buna görə mən fikir edirəm ki, bəlkə istəmirlər Güney Azərbaycanda bu toğsəyə şəkli tapa, sənaye madəri aparıblar ora, tamam hesabهای banki mərbutəni aparıblar İranın mərkəzinə və icazə vermirlər ki, bu mədənlərdən biz özümüz bəhrəbərdarlıq eləyək. Siz baxın, ələn İsfahanda 15 dənə Fulad karxanası var, Simnanda 11 dənə Fulad karxanası var, Yazdidə 7-8 dənə Fulad karxanası var, Petroşimi özü. Amma heç vaxt icazə verməyiblər ki, bizim mütənasib mədənlərimiz sənaye madər də şəkil tapar. Və mən fikir edirəm ki, burada bir növ şikaf yaratmaq vardır ki, icazə verməyərlər bizim məntəqə toğsəyə tapar. Siz baxın, ələn Azərbaycanda fəqət Mesih Süngünə siz baxsanız, Mesih Süngün təşkil eləyə bilər Azərbaycanı dolandırar. Şərti ki, bunun yanında sənaye madər ola, yəni payi ixtisas cüzənə, zirbənayı ixtisas cüzənə, sənaye təbdili cüzənə, həm bu cür olsa həm şoğul icad olar, həm dəramədi gələr sənətə, sənəti toğsəyə verər və burada bir həlqəni burada der vaqa hökumət bizdən alıbdır. O da sənaye təbdili və sənaye madər. Linç verir mədəni sənətə. Bu həlqəni alıblar, aparıblar, harada qoyublar? İsfahanda, Yazda, Şirazda və buna görə bizim hətta bunun 10 katı da zəncir mədənlərimiz olsa, imkanı toğsəyi sənəti Azərbaycanda ola bilməz, yəni imkansız bir şeydir. Doğru buyurdunuz. Bunun tozihləri nədir? Yəni bir hakimiyyət üçün bu toğsəyi sənətini Güney Azərbaycandan daşıyıb da İsfahana oraya köçürmək və ya Simnana və ya hər hansı bir Fars bölgəsinə köçürmək, bundan sonra nələr baş verir? Biz görürük ki, məsələn, bugün İsfahanda Zayəndərudun qurumasından danışırlar. Yəni orada olan bu Fulad karxanaları var ya mis karxanaları ki var. Bunların oralara verdiyi zərər etkisini, yəni o çevrə məsələsini yaratmaq ya biz bildiyimiz kimi mesela Şəhrikorddan ya indi Karunun o gözələrindən suyu İsfahana, Yazda taşımaqları bunun bir çox maliyyətə nədən ola bilər. Yəni bu mesela bu konu açıqlasaq bunun üzərinə həm Azərbaycan bu arada toğsəyə tapmır, talanır, həm də ki görürük ki İranın başqa yerlərində ya ərəblərin olduğu bölgələrdə oraları da çevrə məsələləri yaradır. Siz bu məsələnin tozih mühit zistisi yoxdur. Hətta tozih iqtisadısı da yoxdur. Amma İranda bir siyasət ki qalağa gedir, toğsəyə namütəvazındır. Yəni bunlar əmri şəklində barınca bilirlər nə tozih iqtisadısı var bu məsələnin, nə tozih mühit zistisi var. Bu məsələyə damən vururlar və İranın kolli zirbənayı iqtisadın, sənaye madərin, kolli iqtisadi gücün yığışdırırlar İranın mərkəzinə, hala 3 ustan, 4 ustan, 5 ustan və bu toğsəyə namütəvazın özü bir növ siyasətdir. Baxın, toğsəyə namütəvazın toğsəyə olanda bir məmləkətdə, o məmləkətin pul zərfiyyətindən siz istifadə edə bilməzsiniz. Məsələn, fərz buyurun, vaxtı sizin yolunuz yoxdur, imkanat, oteliniz yoxdur, sənəti turistiniz toğsəyə tapa bilməz. Vaxtı icazə vermirlər ki, məsələn, Həmədan kimi yerlərdə
Furudgahı ola, nə bilim, furudgahı var, amma o qədər böyük bir şey deyil. Gözəl furudgahı ola, gözəl yolları ola, hotelləri ola, imkanatı ola. Vaxtı icazə vermirlər, qoymurlar bu در واقع توسعه و زیربنای اقتصاد توسعه tapa. Müsəlləmdir ki, Həmədanın zərfiyyətlərindən, potansiyellərindən istifadə də eləyə bilməzlər. Amma bunu bilə-bilə və bunu bilərkən ki, nə tozih iqtisadisi var, nə tozih mühitsizisi, namütəvazın توسعه vermək üçün bir dənə məmləkəti gəlirlər, bu işi görürlər və bu siyasəti, iqtisadını sirf və sirf siz aparthaydı cavamidə görə bilərsiniz. Çünki təəssüfənə İranda da siyasət də elə iqtisadla linç edir və siz baxsanız birdən görürsünüz ki, o tərhlər ki, Azərbaycanda tozih iqtisadisi var, bəli İsfahanda tozih iqtisadisi yoxdur, aparırlar İsfahanda ehdas edirlər. Məsələn, buyurun, buyurun. Mən sizə bir misal vurum, tozih iqtisadından çox önəmlidir. Çox tərhləri bir bəhanə tozih iqtisadı Azərbaycanda vurmayıblar, icra eləməyiblər. Az cümlə petroşimi və fulat sənayesini ki, ərz elədim madər sənətlər. Bunlar məsələn deyirlər ki, Ərdəbildə niyazımız yoxdur bizim fazla məsələn fulat karxanası olar. Niyə ki, bizim məsələn X miqdar İranda fulat niyazımızdır. Onu da İsfahan, Yazd, Şirman, Simnan tolid edir. Əqəbildə də niyazımız yoxdur fulat karxanasına. Bir baxışdan bəli, düzdür. Bizim İranda məsələn X ton fulada niyazımız vardı, onda tolid olur. Pəs niyazı yoxdur ki, sərmayə quzarlıq ola Ərdəbildə. Amma bunu soruşan yoxdur ki, sən eləyə bilməzdin Simnanda 11 dənə fulat karxanasının ikisini Ərdəbildə vurasan. Olardı. Amma əncam verməyiblər, indi bunu bəhanə gətirirlər ki, da bizim bu məsələyə tozih iqtisadisi yox. Doğrudur. Yəni bunu sizin sözlərinizi belə pazar kimi yan-yana qoyanda bundan ibarətdir ki, həm Güney Azərbaycanda o məvaddə əvvəliyyəni Fars bölgəsinə daşımaq, yəni onun bir xəzinəsi var. Həm də Fars bölgələrinin olan İsfahan, Simnan ki, quraqlıq yerlərdilər. Ya Şiraz, ya Yazd olsun. Orada da bu sənayəni yaratmaq, oralara bir çox çevrə məsələləri, bir çox onun bəhai təmamşüdəsinin yuxarıya getməsinə nədən olur. Yəni burada bunlara tozih iqtisadi məlak deyil. Bu ki, bizim 1 kilo dəmirimiz, 1 kilo mes burada neçəyə qurtulur, yəni hansı qiymətdə əldə olur. Bu burada məlak, meyar deyil. Məsələ bundan ibarətdir ki, bu karxana Azərbaycanda qurulmasın, Fars bölgəsində qurulsun. Aynı zamanda ki, görürsən ki, Fars bölgəsinin orada olan bir para ekonomik ya bir para çevrə məsələləri nədən olur? Yəni bunu oradan Bəndər Abbasa və ya məsələ Bazərgandan Avropaya ya gəmi yolu ilə sadir eləməyə burada məsələ iqtisadi də, yəni ayrı bir məsələ, siyasi məsələdir. Çox doğru. Siz baxın məsələn əlan Azərbaycandan mədənlərin çıxadırlar daşıyırlar, aparırlar məsələn Yazdə, bəzi Yazdə o təbdil olur, yenə gəlir Azərbaycanın yolundan Avropaya sadir olur. Bu əslən heç anlamı yox, məntiqi yox. Hatta tozih iqtisadisi bir tərəf hətta icazə vermirlər ki, hesabhay bankisi Azərbaycanda olar. Yəni bu da tozih iqtisadiyə bağlı bir şey deyil. Hətta hesabhay bankisi də Azərbaycanda həqqi yoxdur olar. Dəqiqən öcürdür. Mən ərz elədim bu. Bir növ siyasətdir. Siyasəti tozih namütəvazındır ki, aparthaydı və faşistli hökumətlərdə siz tərəf görə bilərsiniz. Doğrudur. Söhbətlərinizin bir arasında turizmə işarə buyurdunuz. Yəni bugünkü Güney Azərbaycanda turizmin hansı nöqtədə durub, turizm potansiyeli bölgəmizdə biz Güney Azərbaycan içində potansiyel turizmi hansı nöqtədədir və son durumlar nədir? Bu haqda buyurasınız. Baxın, turizm sənətindən biz danışanda dünyanın iqtisadının %10'undan söhbət edirik. Yəni 10%-dən söhbət edirik. Dünyada əlan 320 milyon nəfər turist bölümündə çalışır.
320 milyon nəfər şagirddir və son 8 ildə əz-ləhaz rüşd iqtisadi birinci rütbəsi var. Yəni 4%-dən də çoxdur bunun turizm sənətinin rüşd iqtisadisi. İran'da bilirsiniz Azərbaycan, Güney Azərbaycan da bir tarixi bir məmləkətdir. Əz-ləhaz ekosistem çox Qaradağ kimi yerləri var, Urumiyə gölü kimi yerləri var ki, dünyada nəzirləri ya yoxdur, ya çox azdır. Əz-ləhaz tarixi də elə cürdür. Baxın, turizm deyəndə müxtəlif çeşidli turizmlər var. Turizmi dərmanı var, turizmi gərdişləri var, elmi var və s. Siz fəqət Azərbaycanın potansiyeli gərdişlərisinə baxanda, baxsız görürsünüz ki, bizim kol İranda əgər 22 dənə əsər səbt olubdur UNESCO-da, eləyə bilər ki, elə bu tədadda Azərbaycanda təkcə səbt olar. Vəli heç vaxt buna icazə verməyiblər. 2 dənə bizim İranda koldan əsər təbii UNESCO-da səbt olub ki, biri Qaradağdır. UNESCO-dan mən sizə bir şey deyim, çox önəmli bir məsələ deyim. UNESCO-nun səbt olmasının meyarı fəqət bu deyil ki, o əsəri tarixinin dəyəri nə qədridir. Buna baxırlar ki, o əsəri tarixidən nə qədər mühafizət olur, dəstəsi yollarının nə cürdür, imkanat rifahisi nə cürdür, müdiriyyət nə cürdür, tamamı bu əvamili nəzərdə alırlar və səbt edirlər. Məsələn, Qarı Əlisəd dünyada ən uzun sulub qarlarından biri də tək, yəni ən uzun dünyanın sulu qarıdır. Amma bunu səbt UNESCO eləməyiblər. Niyə ki, məsələn, müdiriyyəti yoxdur, ya gəlmişlər o giriş yerini genətmişdilər, yolu yoxdur, hotellər yoxdur, ona görə səbt olunmuyor. Və bu çox önəmlidir səbt UNESCO olmaq. Çünki bütün o şirkətlər gərdişləri ki var, səy edirlər ki, bu əsərlər ki səbt olubdur, onun üstə mamur verələr cəlbi turist və müştəri üçün. O lahazdan çox önəmlidir. Məsələn, Yəzdə təqribən demək olar ki, 3 ildə gərdişgər xaricinin tədadı 10 kat oldu. Və təkcə dəlili bu idi ki, orada asar-ı cəhanı gəldi səbt oldu. Bəs bu çox önəmli məsələdir. Amma Güney Azərbaycanda baxanda görürük ki, bizim yüksək potansiyellərimizə rağmen çox az əsərlər eləyə bilib ki, səbti UNESCO və hətta səbti milli olar. Birdən Qarı Əlisəddə siz baxanda bunu salı 95-də 56 min tümənə icariyə vermişdilər ayda. Bir dənə xüsusi şirkətə Qarı Əlisədlə 214 hektar çevrəsində yeri. 56 min tümənə icariyə vermişlər ki, bütün xəbərguzarlıqlarda işarə edildi. Sadəcə 56 min tümən. 56 min tümən ayda. 214 hektarda çevrəsində. Siz baxsanız, hala mən bilmirəm, hətmən gediblər çox dostlar bu məntəqəyə. Kəbudrahəng şəhrinin yanında bir Qarı Əlisəd var. Ora gedəndə, baxanda yolu çox təhlükəli bir yol. Nə əlaimi ranəndəcisi var, nə yolda bir rifahi imkanat var, nə bir hotel var, heç zat. Yəni, zirbəna iqtisad, zirbəna sifr, rifahiyyə sifr, qarın özünü də götürürkən 56 min tümənə ayda icariyə vermişdilər ki, bu şirkət gəlibdir bələn ki, turizm cəzb eləyə, bu Qarı Əlisədin girişini genətmişdir və buna görə UNESCO onu səbt eləmədi. Səbt eləmədi ki, İranın eləyə bilərdi, üçüncü səbti UNESCO əz-ləhaz mənabə təbiisi ola, asarı təbiisi ola ki, olmadı. Və həman salı 95-də baxanda 19 milyard tümən fəqət bilet satmışdı o şirkət. Yəni, bu onun potansiyelidir. Siz 19 milyard tümən fəqət bilet satıbdır o şirkət. Bayın ki, əslən heç nə təbliğ olunmur, heç nə zirbəna yoxdur. Əgər bu qərar ola ki, bu düzgün müdiriyyət ola, səbt ola, UNESCO-da buna yol çəkilə, imkanat rifahı verilən, siz mütməyin olun ki, bu
çox rahat eləyə bilər 10 kat, 20 kat hətta turist gedir ora. Amma indi bu bizi eləyə bilmirik öz mənabəyimizi müdiriyyət eləyək və ərz elədim o bəhs tavsiyə namütəvazın vardı. Eləyə bilmirik o potansiyellərdən istifadə eləyək. Ayrı mənabə, asar mənabə təbiiyə baxanda birdən görürsünüz Qəradağın meşələri, Savalanın qollasındakı göl, Urmu gölü, bunlar hamısı bir əsərlərdir ki, səbt ola bilər. Xod Kəndivan ki, tarih yoxdur dünyada, bir Kapadokiyadır, bir Kəndivan. Amma o da səbt olmayıbdır. Görürük ki, çox yüksək potansiyellərimiz var Güney Azərbaycanda, əzlahazı turist, bəli, baxan yoxdur, müdiriyyət edən yoxdur, zirvənanı düzləyən yoxdur. Hətta o Həmədanda bir hicmətxana var ki, 3000 ildən fazla tarixi var, geçmişi var. Amma gediblər oraya asfalt töküblər, dalısında bir dəmir satanlar bazarı düzləyiblər, ahəmfuruşlar bazarı. Və o da bahis oldu ki, yenə də UNESCO oranı səbt eləməyər və bir çoxlu bizim təbii əsərlərimiz var, tarixi əsərlərimiz var ki, saya bitməz. Amma baxanda birdən İsfahana görürsünüz ki, İsfahan gəndə əsərləri Səfəvi dövrəsinə qeyd edir. Yəni, əzlahazı xidmət sayanda birdən hicmətxana ilə ya Azərbaycanda olan əsərlərlə əslən qabili qiyasdır. Və onların hamısını aparıblar, səbti beynəlmiləli UNESCO eləyiblər, səbti milli eləyiblər, zirvənasını düzləyiblər. Xaricdən siyasi qonaqlar gələndə götürərlər, apararlar İsfahana, Yəzdə, Şiraza və bu Ostani Fars, Yəzd və İsfahanı siz sayta baxanda, saytı Sazmanı Gərdişgəri İranda baxanda Musəlləs-i Təlayi Gərdişgəriyə İran ad verib. Bəli, bizim Azərbaycanımızın o qədər potansiyeli ilə heç baxan yox. Nə zirvənasına, nə səbti asarlarına baxan var. Və bir mühüm məsələ də ki, burada işarə edeyim. Budur ki, bunlar gəliblər əgər baxsa, Salnami Amariyə Gərdişgəriyə ki, download eləyə bilərsiniz saytdan. Sayt Sazmanı Gərdişgəridən. Gəliblər, hətta Asar-ı Millidə də Təbriz qail olublar. Fərş-i Fars, Fərş-i Ustani İsfahan, bunları səbt-i milli eləyiblər, bəli, Fərş-i Təbriz olmayıb. İndi nədən? Dəlini heç müşəxəs deyil. Əslən, İsfahanın, məsələn, Fərşi ilə Təbriz Fərşi, məsələn, bir araya gələr, gəlməz. Ya, məsələn, musiqi sünnəti İranını səbt ediblər Asar-ı Millidə. Vəli Azərbaycanın musiqiçisi ki, dünyada birinci sözü deyir, səbt olunmayıb, hətta Asar-ı Millidə. Və bu şəraitindən müsəlləmdir ki, bizim imkansızdır ki, eləyə bilək bu potansiyeldən, bu zərfiyyətdən istifadə eləyə bilək. Xidmətinizdə bilək. Çox gözəl. Təbiətən bunlar ki, bunlar açıqlayanda, söhbət gəldikdə istər-istəməz insanın zehni, beyni və istismar vacəsi insanın beynində oluşur. Bu haqda danışdınız, yəni potansiyellərdən və müşkillərdən ya hər hansı bir axsaqlıqlardan. Bu konularda çıxış yolu nədir? Yəni bunlara bunun çarəsi nə ola bilər? Ya bu potansiyellərin talan olunmasının önünü kəsməyə nə ola bilər? Son günlərdə görürük ki, məsələn, Mərəndən Geçənat bölgəsində təbiətən orada olan yerli əhali orada bir mədən misini açmaq üzrə bir para məsələ mədəni etirazlar olur bunun haqqında ki, orada çevrə məsələləri, sorunlar yaranmasın. Yəni oranın talan olmasına nədən önünü kəsə bilsinlər. Bu birinci sualım həm bu olacaq ki, bunların çarəsi nədir? Yəni bu yollardan çıxış nöqtəsi nədir? Təbii ki, Güney Azərbaycanın bugünkü dövləti yox. Yəni istər-istəməz Tehran hakimiyyətinə bağlıdır. Tehran hakimiyyətinin əlindədir. Amma bizim də orada bir yəni məsələn ustanları saysaq Ərdəbildən, Azərbaycan şərqidən, qərbdən, Zəncan, Qəzvin və ya Həmədan və ya məsələn başqa şəhərlərimiz Azərbaycandan ayrılıblar. Məsələn Astaraz olsun, Qurbəsi olsun, Bicarı.
Bunlarda bizim orada olan yerli idarələrin ya Sazman Vəzarət Sənət Mədən olsun, ya Gərdişgər olsun, bunların da yerli personelləri var. Bunların boynuna nə vəzifələr düşür və bu bu durumdan çıxış nöqtələri nədir? Buyurun. Baxın, biz əgər bu pazelləri bir-birinin yanına qoyanda, mən əvvəldə bir tərif verdim iqtisaddan ki, biz imkanatlarımızdan nə cür istifadə eləyə bildik ki, maksimum rifahı verək millətimizə. Vaxtı siz eləyə bilmirsiniz, emalı hakimiyyət eləyəsiniz mənabəzə, potansiyellərinizi müdiriyyət eləyəsiniz. Müsəlləmən burada əslən iqtisadın mənası yoxdur. Siz o vaxt eləyə bilərsiniz, tövsiyədən danışa bilərsiniz ki, iqtisadı eləyə bilərsiniz, müdiriyyət eləyəsiniz, eləyə bilərsiniz, təsmin tutasınız, eləyə bilərsiniz, hakimiyyət emal eləyəsiniz. Bəs rah-həlli qətimiz budur ki, bizim o ixtiyarımız olsun, o ki, öz mənabəmizə təsmin tutaq, potansiyellərimizi müdiriyyət eləyək. Amma siz dediyiniz kimin feylən ki, bizim dövlətimiz yoxdur. Burada nə iş görə bildik? Bizə baxanda görürsünüz ki, yekanat olayı siz buyurdunuz. Bu özü bizə bir gözəl ördəkdir. Baxın, millətin vəzifəsi var və bizim o sazmanhay dövlətdə işləyənin də bu arada bir vəzifəsi var. Sazmanhay dövlətdə işləyənlər eləyə bilər ki, Bakı kimi, bilirsiniz, Bakıda Şoravi zamanı çox mədənlər, nəft olsun, ayrı mədənlər olsun, tapdıqları zaman bir çoxun bunları quzarış vermirdilər Şoravinin dövlətinə. Nədən? Çünki bilirdilər ki, bir zaman gələcək ki, Azərbaycan müstəqil olacaq və o zaman bu mənbələr eləyə bilər, bu Azərbaycanın tövsiyəsinin pilləsi olar. Əgər Şoraviyə bu məsələni quzarış versəydilər, hamısını qarət eləyib aparacaqlar. Bu bizə bir örnək ola bilər ki, bizim Güney Azərbaycanda da dövlət adamı olanlar, dövlətə işləyənlər bu məsələni də nəzərdə alsınlar ki, lüzumu yoxdur ki, bütün bizim o mədənlərimizi hətmən çalışarlar ki, quzarış verələr, tapalar ya bəhrəbərdarlıq eləyərlər. Bu bir məsələ. İkinci məsələ, millətin də boynuna bir seri məsuliyyətlər var. Yekanat gördünüz də, gəldilər, hamısı müttəhid oldu və qoymadılar ki, o mis mədənlərin qarət eləyərlər, demirəm bəhrəbərdarlıq. Qarət vaqəən indi Cumhuristanı qarət işindədir. Azərbaycan bölgəsini qarət edir, talan edir. Amma, üzr istəyirəm. Amma bir mühüm də məsələ ki vardır. Mən turizm bəhsinə qeysəm, turizm nədən ibarətdir? Niyə turizm icad olur dünyada? Turizm niyə şəkil tapır? Baxın, turizm fərqlər üçün, tənəvvülər üçün şəkil tapır. Yəni, biri Almandan ki, durur, gəlir Azərbaycana, gəlmir maşın görə, xiyabanları görə, ya pasaj görə. Gəlir bizim tarixi əsərlərimizi görə, gəlir bizim fərhəngimizi görə, gəlir bizim dilimizi görə, musiqimizi görə, əl işlərimizi, sənaye dəstimizi görə, yəni tənəvvülər üçün gəlir. Ona görə biz gərək səy eləyək, öz tariximizi, öz fərhəngimizi, öz dilimizi, kültürümüzü, bunları qoruyub saxlamalıyıq. Nə qədər ki, bizim mənbələrimizin, məadinimizin əhəmiyyəti var, o qədər də bizim şeirlərimiz, sünnətlərimiz, əl işlərimiz, o qədər də bunların önəmi var. Çox gözəl. Yəni, bunlar bizim gələcək iqtisadi potansiyelimizə çevrilə bilər. Bəziləri deyirlər, məsələn, bizim dilimiz ya ata-baba sünnətlərimiz elə fəqət bir sünnətdir. Amma bunlar çox yüksək bir iqtisadi potansiyellərdir ki, gələcəkdə biz bunlardan istifadə eləməliyik. Ona görə bunu millət qoruyub saxlamalıdır. Doğru. Çox gözəl nöqtəyə işarə elədiniz. Yəni, bizim orada dövlət orqanlarında işləyən Güney Azərbaycanlı hər hansı bir vətənsevər bir Güney Azərbaycanlı olursa, yəni Tehran hakimiyyəti özü durub oraya gəlib bu mədəni nəzərdə tutsaq, topoqrafi ya hər hansı bir məsələ amarı, məsələn, həvai əksizlərdən filan hər hansı bir mədəni şinaslıq eləmir.
Bu təbiətən bizim orada olan Güney Azərbaycanlıların əli ilə olur. Yəni bu onların ən azı görəvinə düşən, boyunlarına düşən bu ola bilər ki, bu raporları Tehrana və ya hər hansı bir bölümə ki, bunu istixrac eləməyə ya qarət eləməyin sürətləndirir, onlara göndərməsinlər. Çox sağ olun Sabir bəy, sizdən təşəkkür edirəm proqrama qatıldığınız üçün. Son söhbətləriniz nə varsa buyurun. Bir xas sözüm yox. Fəqət bunu deyə bilərəm ki, bizim təkcə ümidimiz Azərbaycanın toy səhəsinə budur ki, biz eləyə bilək, əldə olan imkanatlarımızı özümüz müdiriyyət eləyək, özümüz hakimiyyət eləyə bilək və özümüz varlığımızı, kültürümüzü, dilimizi, tarixi əsərlərimizi, təbii əsərlərimizi qoruyub saxlamamız lazım ki, gələcəkdə eləyə bilək, bu potensiallərdən istifadə edək. Çox sağ olun, sizdən təşəkkür edirik proqramımıza qatıldığınız üçün. Sağ olun. Bizi izləyən və dinləyən əziz tamaşaçılar, sizə də təşəkkür edirik. Bizi qəbul etdiyiniz üçün, bizə zaman ayırıb, bizi dinlədiniz. Ayrıca belirtmək istəyirəm ki, bu canlı proqramlar həftəlik olaraq sizə sosial media vasitəsilə yayınlanacaq və bizə qatılmaq istəyən hər hansı bir uzmanımız, hər hansı bir Güney Azərbaycan fəalı olursa və ya hər hansı bir konu üzərində təxəssüsü olan, danışmağa, söhbət etməyə ya tribun istəyən biz xidmətlərində varıq və eləyə bilərlər, bizimlə irtibata keçirlər və millətimiz üçün gərəkən söhbətləri, gərəkən bu günümüzə və gündəm məsələlərimizə ehtiyacı duyulan məsələlər üzərinə apararlar. Təkrar sizə təşəkkür edirəm bizi izlədiyiniz üçün. Sağ və